Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, son vaxtlar məscidlərdə gördüyümüz ixtilaflardan biri də sütunlar arasında namaz qılıb qılmamasının caiz olduğu barədədir. Dindarlar arasına böyük ixtilaf düşüb, bəziləri sütunlar arasında namazı durmağı icazəli görür, bəziləri icazəli görmür. Bəli, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi var. Ənəs ibn Malik radiyallahu anh deyir ki, bizə sütunlar arasında namaz qılmaq qadağan edildi. Bu, yalnız imamın arxasında duran cəmaata aiddir. Yoxsa ki, imamın özü və yaxud fərdi şəkildə bir kimsənin namaz qılacağı vaxt sütunlar arasında durması icazəlidir. İmamın arxasında duran cəmaatın da sütunlar arasında cərgələrə düzülməsi barədə alimlər ixtilaf edib. Bir qismi bu hədisə əsaslanaraq deyir ki, qəti qadağandır. Bir qismi də deyir ki, əgər zərurət varsa, yaxud darısqallıq varsa, o zaman sütunlar arasında cərgələrə düzülüb namaz qılmaq icazəlidir. Bu da İmam Malik rahiməhullahın fətvasıdır. Malik ibn Ənəs rahiməhullah deyir ki, əgər namazda məsciddə darısqallıq varsa, cərgələri doldurmaq, hətta sütunlar arasına düşsə belə cərgələri doldurmaq vacibdir. Biz də həmçinin məsciddə namaz qılanlara nəsiyyətimiz odur ki, bacardığınız qədər Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə riayət edin. Lakin zərurət olduqda cərgələrinizi hətta sütunlar arasında belə düzəldə bilərsiniz. Namaz qıla bilərsiniz. Xülasə budur ki, bu məsələni ədavətə çevirib aranıza ədavət salmayın. Sütunlar arasında durub namazı qılanlar, durmayanlar da orada duranlara irad tutub, bu məsələni şişirdib, aranızda bunu ədavətə gətirib çıxarmayın. Allahdan istəyimiz budur ki, Allah subhanahu teala bizə daim xeyirli nəsiyyətlər verməyi, xeyirli işlərdə öndə getməyi nəsib eləsin. Subhanakallahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənd. Əstəğfiruka və atubu ileyk.